Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Kəlbəcər şəhəri yeni yaşayış massivində yerləşən 4 mərtəbəli binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bugün TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Kəlbəcər rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb olunub. Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər. Hüsniyyə Salmanova, Bugün TV.